Salam. Belə bir misal var. Bunu həll eləyək. Axtardığımız ifadəni tərsini yazsaq, ayrı-ayrı kəsirlərin fərqi şəklində göstərsək, x kvadratı üstəgəl 1 böl x kvadratı ifadəsini alarıq. İndi verilən ifadədə x kvadrat minus 5x üstəgəl 1 bərabərdir 0 ifadəsində görünür ki, x 0-a bərabər deyil. Çünki x 0-ı yerinə yazanda bərabərlik doğru olmur. Deməli, bu ifadənin hər tərəfini x dəyişəninə bölə bilərik. O zaman x minus 5 üstəgəl 1 böl x bərabər 0 tənliyini, buradan isə x üstəgəl 1 böl x bərabərdir 5 alarıq. Məlumdur ki, x kvadrat üstəgəl 1 böl x kvadratı x üstəgəl 1 böl x-in kvadratı minus 2 vur x vur 1 böl x formasında yazıla bilər. Qiyməti məlum olduğuna görə 5-in kvadratı minus 2 bərabər 23 alarıq. Bizim ifadədə x üzərində 4 və x kvadratı kəsrin sürət və məxrəc üzərində yerini dəyişdiyimizə görə, deməli, x üzərində 4 üstəgəl 1 surətli x kvadratı ifadəsi isə 1 böl 23 olar. Çox sağ olun.